ailənin ümumiyyətlə insan həyatında, bəşəriyyət tarixində yeri və rolu haqqında məlumatları bizlə paylaşasınız. Təşəkkür edirəm. Mən də fürsətdən istifadə edib dəyərli izləyicilərimizi Allahın o gözəl salamı ilə salamlamaq istərdim. İfadə elədiyiniz kimi, ailə qüdsü bir yuvadır. Bu müqəddəs yuvanın istiliyini təmin eləmək üçün bir çox dəyərlər var. Allah-u Teala Adəm babamızdan bəhs edərkən eyni zamanda cənnətdən danışır. Lakin cənnətdə bir cütlüyü ortaya qoyur. Bu ideal əslində bir düşüncəni ortaya qoyur ki, insan cənnətdə yaşasa belə, onun əgər həyat yoldaşı, yanındakı könül yoldaşı, sirdaşı yoxdursa, deməli insan naqisdir. Bu baxımdan ailə bizim dünya həyatımızın cənnətidir. Bütün cəmiyyətlərin təməli kiçik deyilən o yuvadan başlayır. Əslində o kiçik dediyimiz yuva da insanların könlündən başlayır. Bu baxımdan Qurani-Kərim Adəm babamızla yanaşı Həzrəti Nuhun ailəsindən danışır. Ali İmran bir Qurani-Kərimdə surə var. Ali İmran ailəsindən danışır. Oradan çıxan Həzrəti Məryəmdən danışır. O evdən çıxmış bir xanıma Allah-u Teala adına bir surə indirib, Məryəm adında. Düşünürsünüzmü? Yəni, evin içərisi o qədər önəmlidir ki, hansı ki, Qurani-Kərim təbii ki, bu dəyərlərdən danışacaq. Bugünkü çağımızda da bir çox evlər var, ev var. Amma içində ailə məhkum vəziyyətdədir. Ev saraya çevrilib, amma içində huzur yoxdur. Böyük divarları var, divarların içərisində duasız bir ailə yaşayır, fərdlər yaşayır. Odur ki, insanların içi, ruh, məna, dediyiniz o sevgi, mərhəmət, o duyğular, o əxlaqi dəyərlər təbii ki, ailənin içərisində formalaşır. Odur ki, Allahın Rəsulü aleyhissalatü vesselam da yeryüzünün ən xoşbəxt ailəsini o qurmuşdu. Orada can deyilib, can eşidilirdi. Doğrudur, bugünkü ailələrimizin də mübahisələri, münaqişələri, ailənin dedikoduları var. Əsrlər bundan öncə də qurulmuş ailələrdə belə mübahisələr vardı. O günü mübahisələrin qısaldılması, o gün qurulan ailələrin içərisindəki münaqişələr sadəcə bir iman məsələsi ilə, bir səbir məsələsi ilə həll olunurdu. Günümüzdə isə məsələlər çox böyüyüb. İnsanların dünyəvi baxışları, dünyəvi şərasət, o hissləri o qədər əhatələnibdir ki, ego ortaya gəlib. Evdə görürsən iman deyil, ego danışır. Evdə sevgi deyil, şəfqət deyil, görürsən evdə qəzəb hakimdir. Odur ki, günün ailələri ilə, Quranın fonunda, Quranın aynəsindəki keçmişimizə aid olan ailələri biz müqayisə elədiyimiz zaman gerçəkdən orada önəmli faktorları görə bilirik. Bu baxımdan Qurani-Kərimdə eyni zamanda Lutun ailəsindən də bəhs olunur. Nuhun ailəsindən danışıldığı kimi eyni zamanda İbrahim ailəsindən bəhs olunur. Orada İshakı var, orada İsmaili var, orada Hacer anamız var. Orada da çox kamilləşmiş bir ailədən bəhs edir uca yaradan. Odur ki, Quran ailəsi, Quranın ümumiyyətlə ailə modelinin içərisində çox gözəl bir ədalət var. Yəni, evin içərisi ədalətlə doludur, evin içərisi sevgi ilə doludur. Ailə bu sevgi bağçasının içərisində formalaşdığı zaman səadətin o böyük sirlərini yaxalamış olur. Allah qorusun ki, ailə əgər bu mənəvi dəyərlərdən uzaq qalıbsa, dünya ilə məşğuldursa, rəhlərin arasında qalıbdırsa, deməli bu fəlakətə çox yaxındır.